Değerli müşterilerimiz, hoş gördük sizlere. 130 bine 2 mertebe ev, 3 otu içinde 6 otu. Etinde baseynası, evimin çöl görünüşünü görüyorsunuz. Çok hayallı, həddindən artıq güzel. Böyle tikili. Geçen inşallah evimizin içerisine. Evimiz kaldır sistemlidir. Sağ tarafımız geniş, mətbəxdir. Evimiz şəxsi tikili evdir. Çox zövqlə dizaynət düzəlir. Cüzi əl gəzdirmək lazım, yaşayış yoxdur evdə. Qonaq otağı da alt mərtəbədə 2 dənə yataq otaq, sanitar sanuzlar qovşağı, biri çöldə, ikisi evin içində. Bu da ikinci yataq otağımızdır. İnşallah çıxarıq ikinci mərtəbəsini tanış edeyim. İkinci mərtəbəmizdə bax, balkona çıxışı. Mansard tipli, böyük qonaq otaqlı, 2 dənə də geniş yataq otağı var yenə. Burada bir yataq otağımızdır. Burada yerləşir ikinci yataq otağımızdır. Yuxarı mərtəbə. Bu da sanitar sanuzlar qovşağı, ikinci mərtəbə. Değerli müşterilerimiz, evimiz 130 bindən çıxıb, evimiz bina sahvazda 160 nömrəli marşrutun son dayanacağındadır. Allah xeyrini versin.